Azərbaycanın dağlıq rayonlarında 9 dərəcəyədək şaxta qeydə alınıb. Bu barədə bölgə təviyyə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Dekabrın 27-si saat 10:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunub. Yağın qarın hündürlüyü Zaqatalada 9, Daşkəsəndə 6, Şahbuzda 4, Xaltanda 2, Şəkidə 1 sm-dir. Düşən yağıntının miqdarı Gədəbəydə 2, Bakıda və Abşeron yarımadasında həmçinin Lənkəran, Biləsuvar, Neftçala, Sabirabad, Göyçay, Yevlax, Mingəçevir, Tərtər, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Şamaxı, Qobustan, Qubada 1 mm-dir. Daşkəsən, Göygöl, Gəncə, Balakən, Qəbələ, Şəmkir, Şəki, Şamaxı, Qobustan, Göyçay, Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək isti, Aran rayonlarında 2, Naxçıvan Muxtar Respublikasında 6, Dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb. Rəna Rövşən qızı, BTV.